Hər vaxtınız xeyir olsun, dəyərli LinkedIn izləyicilərimiz. Aslan İnnovativ İnkişaf Mərkəzi adından mən Aytən hər birinizi salamlayıram və ilk canlı yayımızda sizinlə görüşməkdən məmnun olduğumuzu bildirmək istəyirəm. Bildirmək istəyirəm ki, mərkəz olaraq hər zaman çalışmışıq, yeniliklərə açıq olaq, fərqli baxış bucaqlarını sınayaq. Və elə bu yoldan başlayaraq istədik yeni bir rubrikaya start verək. Aslan İnnovativ İnkişaf Mərkəzi olaraq sizinlə fərqli sahələrin ekspertlərini, trend mövzularını müzakirə etmək üçün burada görüşməyi planlaşdırırıq və ilk mövzumuz elə gələcəyin kommunikasiya strategiyaları və texnoloji çağırışlardır. Bu mövzunu müzakirə etmək üçün isə strateji kommunikasiya üzrə ekspertimiz Səfər Aslanov qonağımızdır. Salam Səfər bəy. Xoş gördük. Xoş gördük. Mən də sizi və kollektivinizi salamlayıram. Eləcə də bizi qulaq asan, vaxt ayıran insanları salamlayıram. Çox sağ olun vaxtınız üçün, ilk yayımı bizimlə paylaşdığınız üçün Səfər bəy. Mövzumuzu istəyərdim bir quş baxışı ilə başlayaq. Bilirsiniz ki, artıq 2026-cı ildəyik və kommunikasiya belə deyək, alətlərində bir çox dəyişikliklər baş verir. Və sizin fikrinizi almaq istəyərdik ki, son illərdə hansı bir keçid dəyişikliyi oldu ki, biz deyə bilərik ki, artıq bu andan sonra heç nə əvvəlki kimi olmayacaq kommunikasiya strategiyalarımızda. Biraz dəyişikliklər barədə danışmaq bilirsiniz nəyə bənzər? Yəni biz bugün dəyişiklik barədə danışırıq, amma bugünkü real vaxt etibarilə danışdığımız şey artıq köhnəlmiş bir mövzudur. Çünki dəyişikliklər elə sürətlə baş verir. Amma milestonlar dediyimiz ya da türklərin dediyi var, kilometrə taşları. Onlardan danışsaq, mən düşünürəm ki, 2026-cı ildə artıq bir mənalı olaraq hamımız başa düşürük ki, İKT sahəsindəki yeniliklər elə bir həddə çatıb ki, artıq geri dönüşü olmayan bir nöqtə başladı. Bu xüsusilə də süni intellektin bizim həyatımıza daxil olması ilə bağlıdır. Məişət həyatına artıq daxil olubdur, bu öz yerində. Amma orada müəyyən bir dəyişiklik baş verir. Belə deyək, dünyada İKT sahəsində maliyyə böhranları iki dəfə olub. Biri Y2K dediyimiz, belə yazılır da, Y hərfi 2K, bu 2000-ci ilin problemi dediyimiz bir problemidir. Həmin vaxtda kompüterlərin, proqram təminatlarının müəyyən dəyişikliklər, çətinliklər yaşatması məsələsi gözlənilirdi. Düzdür, buna hazırlıqlı olduğuna görə İKT icması bu məsələ arxada qaldı. Yəni düşünün ki, kompüterlər sıfırdan başlayıcıdır hər şey hesab olunur. Çünki onun parametrləri onun üzərində qurulmuşdu. 2001-ci il yox idi. Təxmini belə bir məsələ idi. İkinci .com boomuydu. Hardakı elektron ticarət və bununla əlaqəli sahələrə çox böyük investisiyalar ayrılmışdı və bu balon bir yerdə partladı. İndi üçüncü gözlənilir. Və digər iki sahədən alınan dərslər ondan ibarətdir ki, bu üçüncü sahəyə insanların, ümumiyyətlə sahənin mütəxəssislərinin yanaşması biraz fərqlidir. Daha ehtiyatlı yanaşırlar, biznes strategiyalarını daha uzun dövrlərə qururlar. Məsələn, OpenAI, biz onu daha çox ChatGPT kimi tanıyırıq. OpenAI ümumiyyətlə bu sahənin mənfəətini 2030-cu ildən tez gözləmir. Bunda səbəbi nədir? Çünki chatbot daha sonra digər süni intellekt agentləri yaradılan bu məhsullar mənfəət nöqteyi nəzərindən şirkətlər investisiya qəbul edirlər, amma investorlar da mənfəət gözləyirlər və o mənfəətlilik məsələsi biraz sual altındadır. Və ona görə biz 2027-ci il üçün belə bir proqnozlar verirlər ki, növbəti bir balonun partlayışıdır. Amma bu partlayışın olmasının irəli gələn müəyyən məqamlar var. Məqam nədən ibarətdir? Artıq chatbot dövrü arxada qalır. Çünki bu modellər large language model dediyimiz, yəni böyük dil modelləridir. Onlar internetdə olan, ümumiyyətlə açıq mənbələrdə olan bütün məlumatların əsasında özünü öyrənmə mexanizmi üzərində qurulurlar və bu məlumatları da ən yaxşı şəkildə öyrənirlər. Növbəti mərhələdə isə agentlərin dövrü başlayır. Harda ki biz
İndiki mərhələdə biz ondan daha çox soruşuruq və yaxud nəyisə korreksiya eləməyini istəyirik, nəsə dəyişiklik etməyini istəyiriksə, bu təkcə mətnlərə aid deyil, bu vizuallara aiddir, bu videolara və s. aiddir. Biz həyatımızın növbəti hissəsini artıq agentlərə tapşıracağıq. Yəni bu dəqiqə onun üzərində investisiyalar gedir və texnologiya tərəfi, yəni hardware tərəfi, məsələn, bu üzərində işləyir. Yəni məncə ən böyük dönüş nöqtəsi odur ki, bu gün şərti GPT-yə və GPT-lərə belə deyək, yazdığımız promptlarda biz müəyyən informasiya istəyirdiksə, artıq onlara deyəcək ki, tutaq ki, mənə tövsiyə elə ki, məsələn, mən yayda istirahətimdə şərti deyim, Qəbələdəki hansı otellərdə qaldım. Yəni mənim yerimə planla, mənim görüşlərimi elə. Bu artıq növbəti bir mərhələdir. SM-lərdə bu daha çox bizim buna chatbotlara alışmışdıq. Tutaq ki, bu banklar eləyirdi, filan eləyirdi, hansı ki, müəyyən məhdud çərçivədə informasiyanı bizdən təmin eləyirdi. Large'lar biraz halüsinasiya ilə də birlikdə bir də əl çatan olan bütün datanı emal edib bizə təqdim edirdi, amma agentlər artıq biz qərarlarımızın müəyyən hissəsini onlara verməyə başlayacaq. Mən düşünürəm ki, 2026-cı ildə dönüş nöqtəsi elə budur. Yəni, insanlar artıq kommunikasiya vasitələrini yeni texnologiyanın bir parça inteqrasiya olunmuş tərkib hissəsi kimi istifadə edəcəklər. Bunun təbii ki, müsbət tərəflərini biz başa düşürük. Bu vaxt qazandıracaq, sürətləndirəcək bəzi proseslərimizi, digər yaradıcı işlərlə məşğul, strateji məsələlərə fokuslanmaq üçün bizə bir imkan yaradacaq. Amma təcrübə də göstərir ki, bu günlərin ChatGPT və yaxud da digər bu AI alətlərinin vasitəsilə əldə edilən məlumatlar çox seçilir. Sanki çox avtomatlaşmış, mexanikləşmiş bir proseslər. Doğrudur. Amma yəni bu səmimiyyəti necə qoruyacaq bu kommunikasiyada? Çünki bilirsiniz ki, kommunikasiyanın özəyi səmimiyyətdir. Biz hamımız insanlarıq, sosial varlıqlarıq və çox hələ bu yolun əvvəlində biz çox qısa bir şəkildə, yəni qısa bir yol keçməyimiz baxmayaraq, biz artıq o fərqi hiss edirik ki, bu prompt mesajıdır, prompt alətindən, yəni belə deyək, süni zəka AI alətindən əmələ gəlmiş bir kommunikasiyadır, yoxsa ki, insan tərəfindən yaradılmış kommunikasiyadır. Bəs o arada o itən o humanize deyirlər də, insanlaşmanı necə bərpa edəcəyik, onu necə tənzimləyəcəyik, balanslaşdıracağıq? Bu yaxınlarda bununla bağlı bir məqalə oxumuşdum. Çox maraqlı tezislər var idi. Baxın, biz telefon xətti ilə aparsaq bunu, bizdə nə idi? Telefonlarıdır. Sonra nə baş verdi? Tutaq ki, düyməcikli telefonlar, düyməli telefonlar oldu. Ondan sonra nə oldu? Deyək ki, ağıllı telefonlar oldu, smart telefonlar oldu. Yəni, belə bir mərhələdən sonra bugün əgər bizim həmyaşıdlarımıza desək ki, barabanlı o telefonlar əslində telefon odur, autentiklik yaradır da. Yəni, yəqin ki, bəli bir mərhələdən sonra bəşər evladı süni zəka məhsullarından bu natural zəka məhsullarının özləmini çəkəcək. Necə ki, məsələn, qidada orqanik qidanın biz özləmini çəkə bilirik. Yəni, insanlar daha sağlam yaşamaları üçün orqanik qidanın özləmini çəkirlər, onu axtarıb tapmağa çalışırlar və bu ucuz deyil. Eyni şəkildə də belə deyək, təbii intellekt məhsullarının özləmini çəkəcək. Digər tərəfdən ümumiyyətlə bu gedişat biraz insanların özünü sığortalama davranışına da bağlıdır. Əgər biz rəng palitralarına baxsaq, görərik ki, istər binalar olsun, istər avtomobillər olsun, istər geyimlər olsun, insanlar rəngarəng geyinmirlər. Təbiət rənglərindən istifadə eləmirlər. Bu, öz-özlüyündə özünü qoruma, disonansdan yayınmaq üçün
atılan bir addımdır, təbii bir prosesdir bu da. Amma zamanla insanlar həmin o təbiiliyin, o təbiətin o rəngarəngliyinin də necə ki həsrətini çəkirlər. Eyni situasiyada bu olacaq. Yəni bu qarşısı alınmaz bir prosesdir, davam edən bir prosesdir. Okey, belə də olmalıdır. Sadəcə burada yanaşma çox önəmlidir. Yəni biz iki cürə yanaşa bilərik bu alətlərə. Vasitələrə ya bir alət kimi yanaşa bilərik ki, bu bizim işimizi asanlaşdıran bir alətdir və yaxud da bu bizim kolleqamızdır. Bu bizim əlavə bir köməkçimizdir. İki yanaşmanın özü də öz-özlüyündə fərq yaradır. Məsələn, bəzi araşdırmalar deyir ki, alət kimi yanaşan insanların söhbət iş yerindən gedir, performansı ilə kollega kimi yanaşan insanların performansı arasında daha çox üstünlük ikincilərdədir. Yəni, kollegası kimi yanaşan insanlar iş yerlərində daha yaxşı performans göstərirlər. Yəni, biz indi situasiyanın bir dərinliyinə geçsək ki, okey, burada hal-hazırda 300 milyarda yaxın bir sənayedən söhbət gedir. Yəni, birinin tərəfi yaxındır. Yəni, bu elə bir prosesdir ki, bunun geri dönüşü yoxdur və ümumiyyətlə təkamül dayandırıla bilməz. Müəyyən mənada bu, bilirsiniz nəyə bənzəyir? Deyək ki, 200 il, 300 il öncəki Azərbaycanlıları ya da 500 il öncəki, 600 il öncəki Avropalıları düşünün. Bu insanların dünya haqqında təsəvvürləri, onlar yazma oxumaq bilmirdilər. Və onların dünya haqqında təsəvvürləri və yaxud da ki, müəyyən cəmiyyətin hətta etik kodekslərinin formalaşmasında belə informasiya mənbəyi vaz verən şəxsləri, deyək ki, bu kilisə idi, kilsədəki xadimlər idi. Bu, əgər müsəlman aləminə baxsaq, bu, deyək ki, yas yerindəki mollalar və onlar bizim həyat çərçivələrimizi müəyyən edir. Əgər texnologiyanın istifadəçi baxımından təsirinə baxsaq, düşünürəm ki, burada ən yaxşı nümunə kitab dəzgahının doğuşu ilə, yaranışı ilə bağlı. İlk dəfə bir əks təsir oldu ona ki, bu şeytan əməlidir. Daha sonra kilsə bunu mənimsədi, çünki bu kilsəyə şərait yaradı ki, daha çox kitab dərc edilsin və müəyyən bir konsepsiyanı əhali arasında yayımlasın. Eyni situasiya bu Osmanlıya da gəlib çıxanda o kitablar. Bu barədə Necə Millətlər İflas Edir deyə bir kitab var. Tövsiyə edirəm yoldaşlardan bunu oxusunlar. Orada belə bir qeyd var. Osmanlıda bu daha çox mirzələr idi. Kitab üzvdən köçürməklə həyata keçirildi kitablar. Və bu mirzələr bu prosesi kifayət qədər əngəllədilər. Nəticə itibarilə biz nəyə baxırıq? 100 il sonra ya da 150 il sonra Osmanlının mərkəzi İstanbulda yazıb oxuma faizi çox aşağı idi və yaxud bilinən bir məlumat yoxdur bununla bağlı. Amma Londonda yaşı 40-a qədər olan insanların 80% yazıb oxuma bilirdi. Yəni, dəzgahın bir yerdə tətbiq olunması imkan yaratdı ki, əhali daha da savadlansın. Digər yerdə tətbiq olunmaması ümumiyyətlə insanların bilgiyə çıxışını azaltdı. Baxın, bir Osmanlı deyəndə, bilmirəm bunu tarix kitablarında və ya digərlərində necə izah edirlər. Böyük coğrafi kəşflər dövrünü xatırlayırsınız. Magellanın səfərləri, Kolumbun səfərləri, Vasco da Gama və s. və ilaxır. Yəni, Avropalıların yeni dünyanı kəşf eləməsinin səbəbi Osmanlı dövlətinin böyük ticarət yolunun üzərində dayanması idi. Yəni, onlar alternativ ticarət yolu axtarırlar. Hindistanın ticarət yolu kəşf etməyə çalışırdılar, getdilər yeni bir qitəc kəşf edədilər və s. və ilaxır. Yəni, demək istəyirəm ki, çox böyük, qüdrətli bir dövlətin çöküşünün səbəbi, çöküşünün yox, stagnasiyasının səbəbi məhz paylaşımının olmaması idi. Nə baş verdi? Bəs biz sənaye inqilabından danışırıq. Sənaye inqilabı harada baş verdi? İngiltərədə baş verdi. Okay. Yəni, bu olaylar bir-birindən davamlı şəkildə əlaqəlidir. Təhlükəli məqam, indi süni intellektə bağlamaq istəyirəm. Təhlükəli məqam onu necə istifadə eləməyimizlə bağlıdır. Bu alətlər böyük korporasiyaların, böyük güc mərkəzlərinin məhsullarıdır. Birinci məsələ tərəfi informasiyanın sorğulanmadan qəbul edilməsi ilə bağlıdır. Elə istəyirdim bu mövzuya keçid edək.
ki, bu minalı sahələrdən biz necə yayınacağıq? Çünki orada birlikdə misal üçün dezinformasiya. Biliklərimizi artırmalıyıq, sorğulama qabiliyyətimizi gücləndirməliyik. Bu bir kolleqadır, bu bir alətdir. Hər necə yanaşırsınız, yanaşın. O sizə lazım olan informasiyanı verə bilər. Biz o sadəcə məlumatla bizi təchiz edə bilər, amma məlumatın düzgün olub-olmamağına bizim artıq həm daxili etik kodekslərimiz qərar verməlidir, həm də bizim məlumat səviyyəmiz qərar verməlidir. Deyək ki, biz əgər axtarış sisteminin yerinə AI-ya sorğu veririksə ki, filan şey necədir, o bulunduğu yerin konjunkturasına uyğun cavab verəcək. Eyni suala müxtəlif regionlarda fərqli cavab verəcək. Bu normaldır. Amma sizin, yəni istifadəçinin analiz qabiliyyəti imkan verir ki, o özü üçün müəyyən olan gerçəkliyi daha tez qəbul eləsin və buna uyğun qərar versin. Birinci məsələ budur. Yəni biz görüşürük məktəblilərlə. Buyurun. Biz görüşürük məktəblilərlə falan. Buyurun. Səsiniz kəsildi, ona görə İnternetdən istifadə edirsiniz, süni intellektdən istifadə edirsiniz. Onlar sualları verirlər direkt ChatGPT-yə. Yəni tamam, insan beyni tənbəldir və bu davranış normaldır. Amma analiz, neysə analiz qənaət gətirmək üçün arxa planda sizin müəyyən backgroundunuz olmalıdır, müəyyən savad və bilik mənbəyiniz olmalıdır. O sizin yerinizə, siz nə qədər çox savadlısınızsa, nə qədər çox mövzuya hakimsinizsə, sizə daha çox kömək eləyə bilər və yaxud sizi daha az manipulyasiya edə bilər. Yəni birinci məsələ, birinci təhlükə məsələsi budur. İndi sual da ondan irəli gəlir ki, həmin bu ChatGPT ya da ki, bütün o GPT-lər, bütün AI-lar, onlar indiki dövrdə ya savadsız əhalini istiqamətləndirən bir priest mi deyək, molla mı deyək, bir kilsə nümayəndəsi mi olacaq, yoxsa onların inkişafını tətikləyən birim olacaq? Bu artıq bəli, istifadəçinin yanaşmasına bağlı bir şeydir. Çünki məsələn, mən rastlaşıram, insanlar tərcümə edə bilmirlər, amma hansısa bir dərman preparatının üstünün şəklini şəkillə artırırlar. O ki, bu mənə tərcümə elə. Biz nə dərəcədə əminik ki, bu təcrübə doğrudur? Yəni, demək ki, məsələyə kurslardan yanaşmaq lazımdır. Ona görə ən böyük minalı sahə budur. Biz öz cəmiyyətimizlə, taleyimizlə, işimizlə bağlı qərarları tamamilə onlara həvalə eləsək, bu failed nation olacaq. Yadıma gəlir ki, biz tələbə vaxtı hər kəsin evində, misal üçün, hətta məktəb dönəmlərində evində internetə çıxış yox idi və kimin ki, internetə çıxışı var idisə, Google-dan istifadə edirdisə, onların layihələri həmişə daha fərqli olurdu və biz çalışırdıq müəyyən bir şərait elədik özümüzə ki, gedib o internetə çıxış əldə edək və Google vasitəsilə layihələrimizi daha da belə genişləndirək. Amma sonra öyrəndik ki, hər Wikipediyada çıxan məlumat belə etibarlı sayılmırmış. Və bizi yeni bir alətlə Google Scholar'la tanış etdilər ki, yəni Google Scholar həqiqətən də etibarlı mənbələrdən alınmış belə deyək, məlumatlardır, belə bir platformadır. Və biz öyrəndik ki, deməli Google-a tam güvənmək olmaz, Wikipedia belə dünya kitabxanası belə deyil, digital kitabxanamızı güvənmək olmaz və biz Google Scholar'a yönləndirdik özümüzü. İndi düşünürəm ki, indi Google-un yeni forması da ChatGPT-dir. İnsanlar daha tez axtarış eləmək üçün, birbaşa məlumatı əldə eləmək üçün gedib kitabxanalarda necə gəzib kitab oxumaq əvəzinə Google-da axtarış edirdiksə, indi Google-da axtarış eləmək əvəzinə ChatGPT-yə bir cümlə istəyir, məlumatı əldə edək və bunun dolğun olduğuna inanaq. Amma ümid edirəm ki, inanıram və bilirəm ki, necə ki Google-un alternativi daha peşəkar səviyyəsi o zaman bizim üçün əlçatan idi və biz onu istədik və tapdıq, araşdırdıq və öyrənmək istəyiriksə, onun alətləri həmişə var, öyrənəcəyik. AI alətləri üçün də hər zaman araşdırmağa, daha dərindən özümüzü sorğulamaq üçün alətlər var və olacaq. Bu sadəcə insana bağlıdır ki, özü rahat bir yola getsin, amma səhv yol, yoxsa ki, düzgün və çətin yol olacaq. Bəs mənə sizinlə maraqlıdır, Səfər bəy, biz özümüz də Aslan İnnovativ İnkişaf Mərkəzi olaraq sosial platformadan çox istifadə edirik və bugün bildiyimiz Instagram, hətta Facebook və Instagram da bir növ dünən sayılır mənə görə. Yeni platforma yaranacaqmı? Yəni ki, bu kommunikasiya üçün, hətta LinkedIn-in gələcəyini necə görürsünüz? Peşəkar platforma dedikdə.
Bilirsiniz, bu hər zaman olan bir reallıq var da. Sabah nə olacağını biz bilə bilmirik, amma bizim fundamental vərdişlərimizə gəlin baxaq. Məsələn, mən xatırlayıram, tutaq ki, əmim, atam biraz daha öncəki nəsil hansı ki, hələ Facebooka gəlib çıxmamışdı. Onlara Facebook izah edəndə deyirdim ki, əvvəl necə olurdu? Tutaq ki, bir ailəvi bir toplantı olanda adətən ailə albomlarını çıxardırdılar. Ortaya baxın. Bəli, eynən. Və sən orada deyirdin ki, mən görürsən necə cavan imişəm, ya da ki, necə kifir imişəm. Deyirsiniz ki, sən nə qəşəng olub sənin cavablıqla, biraz kökəlmişsən falan fəsməkən. Deyirəm, bu kommentdir. Yəni, və yaxud da ki, götürürsən ki, bir dəqiqə bunun bu şəklində bax, bu şeirdir və s. Yəni, bütün bu İKT və İKT-nin irəli çıxardığı bütün bu alətlər, vasitələr, istər sosial şəbəkələr olsun, istər olsun, bu bizim fundamental davranışımızın, istəklərimizin bu və digər formada başqa bir alətlər vasitəsilə yansımasıdır. Amma bir reallıq var da, istər işgüzar münasibətlərdə şəxsi brendingin aparılması üçün, istərsə digər vasitələr üçün bu və digər formada müəyyən platformalar olacaq. Və biz nəyə baxmalıyıq, nə tərəfdən özümüzü inkişaf elətdirməliyik? Bizim gənc dostlarımızla bir görüşümüz vardı. Biz orada daha çox şey barədə danışırdıq ki, yəni istehlakçı davranışlarının dəyişməsi ilə bağlı. Mən dedim ki, sizin əlacınız olsa, mənim sizlə ünsiyyətimi 2x-ə qoyarsınız və yaxud tez matat edirsiniz, ya skip eləyərsiniz. Yəni, məsələn, deyək ki, Netflix və digər buna bənzər platformaların istifadəçilərinin sayının artmasının bir neçə səbəbi var təbii ki, amma burada bir fundamental bir məqam var. Sən orada stopu basa bilirsən və yaxud da bəyənmədiyin səhnələri keçə bilirsən və yaxud da biraz sürətləndirə bilirsən. Bu məsələ var. Əgər biz baxsaq bugün tutaq ki, ən böyük sosial platformalardan biri TikTok-a görürük ki, 15 saniyəlik, 20 saniyəlik kontentlər daha çox maraqlı olur. Reallıq ondan ibarətdir ki, müasir insan heç zaman olmadığı qədər bilgi bombardımanına məruz qalır və ona hər şey tez və sürətli lazımdır. Yəni, artıq o uzun-uzadı müzakirələrdə və yaxud da məlumatları uzun-uzadı almaq istəmir. Bəzən irad tuturlar gənclər, deyirlər ki, cavanlar kitab oxumur. Bəlkə kitab oxumaq lazım deyil. Çünki onlar kitabı dinləyirlər. Bu da bir vasitədir. Yəni, bilginin əldə olunması üçün müxtəlif vasitələr var və insan beyni bunun ən rahat olanını seçməyə üstün verir. Bu da normaldır. Ona görə mən düşünmürəm ki, çox belə bu istiqamətdə dəyişiklik olur. Çünki bu fundamentaldır. Bizim özümüzük. Biz özümüz dəyişməyəcəyik. Biz özümüz dəyişmədiyinə görə bizim ehtiyaclarımıza daha çox uyğunlaşan, bizi daha tənbəl, daha sürətli edə bilən bütün vasitələr, yeni vasitələr yarana bilər və bunlar olmalıdır da. Yəni, başqa bir formada qurulmayıb. İnsan beyni tənbəldir, əgər tənbəl olmasaydı biz hamımız bu dəqiqə piyada gəzirdik. Biz təkərdən... Xatırlayıram ki, bir ara böyük bir ajotaj yaranmışdı ki, artıq qəzetlər satılmır, qəzetlər oxunmur. Amma bu o demək deyildi ki, insanlar inkişafdan qaldılar. Bəzən dəyişikliklər insanı qorxudur. Düşünür ki, yeni bir gələn bir şey 100% bizim üçün haradasa bir təhlükədir. Amma qəzetlərin oxunmaması bugün gəldi. Heç saytlara keçid elədik. Saytlar vasitəsilə digital informasiya əldə etməyə başladıq, rəqəmsal informasiya əldə etməyə başladıq. Və o qədər informasiyanı sürətləndirmək istəyirik ki, hal-hazırda ancaq risklərə baxırıq. Heç yarım saatlıq bəlkə də bir videoya baxmağa vaxtımız yoxdur. Bəs bu sürətlə getdiyimiz halda bu sürət hara qalacaqdır Səfər bəy? Bu templə gedib sabah maariflənmək üçün tənbəlləşməyəcəyik sizcə? Bu artıq fərdi şeydən asılıdır, fərdi yanaşmadan asılıdır. Təbii ki, biz hər şeyin tez olmasını istəyirik, bu normaldır. Amma özünü idarə edən bir mexanizm var. Amma gəlin, müəyyən bir şeylərə istəyirəm diqqət yetirək. Mən burada dinləyicilərimiz olsaydı, mən onlara da bu sualı verəcəkdim. Ümumiyyətlə, necə düşünürsünüz? Baxın, statistik göstəricilərə baxsaq, hal-hazırda insan ömrü heç zaman olmadığı qədər uzundur. Maraqlı. İnsan boyu heç zaman olmadığı qədər uzundur. Yəni, uzundur. Və yaxud da insanlar bütün dövrlərə nisbətən indi daha yaxşı qidalanırlar. Hətta daha yaxşı qidalanmağı da bilirlər. Bu da
məsələdir. Və dünyada müharibələrdən daha çox, aclıqdan daha çox insanlar toxundan ölürlər. Yəni qida bolluğuna dayalı xəstəliklər çoxdur. Məsələn, diabetin özü. Genetik olan mövzuları bir kənara qoyuram. Yəni qida sıxıntısı genel olaraq yoxdur. Bir sual verək özümüzə. Siz necə düşünürsünüz? Bəşər evladı əvvəlki əsrlərə nisbətən məntiqlə daha xoşbəxt olmalıdır. Xoşbəxtmi? Deyil. Yəni ayrı-ayrı ölkələrdə bu indekslər fərqli çıxa bilər. Amma genel olaraq baxanda insanlar xoşbəxtdirmi? Deyil. Reallıq ondan ibarətdir ki, bilgi bombardımanında nəyi ignor edəcəyimizi bilmirik. Məlumat resurslarının credibility-sinə fokuslanmırıq və yaxud da ki, media literacy dediyimizdə, yəni bu məsələdə çox zəifik. Yəni verilən bütün informasiyanın analiz etmək, onun üzərindən qərar qəbul etmək normalda bir zaman alan prosesdir. Biz hər şey tez olmasını istəyirik deyə bilgi bombardımanı bizim bilgimizdəki yerlərin hamısını tutur və biz doğru olmayan, amma kəskin qərarlar veririk. Yəni ortada reallıq nədən ibarət? Biz çalışırıq işlərimizi daha da azaldaq. Müxtəlif alətlərə əlavə köməkçilərimiz kimi baxaq. Sual ondan ibarətdir ki, bizim boş qalan vaxtımız nəyə gedir? Yəni boş qalan vaxt nədir? Məsələn, parkda oturub sakit bir yerdə çay içə bilirsinizmi? Yəni belə bir vaxtınız varmı? Yəni ekrana sərf elədiyimiz vaxt dedikdə biz məsələn təxminən eyni yaş kateqoriyasına ayırdıq. Bizim ekrana sərf elədiyimiz vaxt televizorla məhdudlaşır. Bəli. Okay, televizoru bir kənara qoysaq biz ekransız yaşaya bilmirik artıq. Bəs bu gələcəyin risklərinə aidiyyətli deyilmi? Misal üçün bu insanların bu cür kommunikasiya keçidi etməsi və canlı ünsiyyətdən uzaqlaşmaları, insani kommunikasiyanın azalması bir riskdir, yoxsa ki düşünürsünüz ona da uyğunlaşacağıq? Təbii ki, bir riskdir və gələcəkdə kariyer imkanları ilə bağlı dərc olunan məqalələrdə deyilir ki, karyerasında inkişaf edən insanlar, o insanlar olacaq ki, onlar emosional yetkin intellektə sahib olan insanlar olacaqlar və bu kifayət qədər nadirləşəcək. Yəni biz nə qədər introvertləşsək də başa düşürük ki, cəmiyyətin bir komponentiyik və o komponentdə ən yaxşı olan nümunələri irəliləyəcəklər. Amma bu o demək deyil ki, onlar həmin bu yeni vasitələrin zəif istifadəçiləri olmalıdır. Tam mükəmməl istifadəçiləri plus gücləndirilmiş emosional intellekt. Yəni, baxın, belə düşünək də, siz dizaynersınız. Siz eyni vaxt 8 saat ərzində deyək ki, siz müəyyən bir task yerinə yetirməlisiniz. Bir yaxşı bir şey dizayn eləməlisiniz. AI burada sizə çox yaxşı köməklik göstərə bilər. Və yaxud siz tradersiniz. AI sizin üçün müəyyən analitikalar apara bilər. Sizin prosesləri sadələşdirmənizə imkan verə bilər. Texniki analizləri ona tapşıra bilərsiniz. Amma fundamental analizlərlə bağlı qərar sizdə olacaq. Çünki texniki analizlər müəyyən bir qrafiklərdir. Onlar texniki məlumatlara əsaslanır. Amma fundamental mövzular sizdə bağlanır. Demək istədiyim nədir? Biz bir tərəfdən, buna bəzən şey deyirlər, augmented human deyirlər. Yəni, inkişaf etdirilmiş insan deyirik də biz buna. İnkişaf etdirilmiş insanlardan danışırıq. Hansı ki, məcbur inkişaf edəcək. Amma bunun yanında sizin emosional intellektiniz proseslərdə önəmli rol oynayacaq. Çünki insan faktoru üzərindən davam edir bütün proseslər. Bizneslər insanlar olmadan bizneslərin mənası olmur. Və texnoloji yeniliklər bu və ya digər formada şirkətlərin, korporasiyaların həyatına daxil olması, adi məişət həyatına daxil olmasından biraz fərqlənir. Daha çətindir. Adi məişət həyatında insanlar hansı bir yeməyin reseptini ondan soruşa bilərlər. Amma onu siz daha yaxşı qərar verirsiniz ki, sizin həyat yoldaşınız çox istiotlu sevir, yoxsa çox duzlu sevir. Buna qərar verməyəcək. Yəni, siz bütün qərarı ona buraxdığınız zaman çox yaxşı bir dolma pişirmiş olacaqsınız, şərti deyirəm. Amma bu ola bilər ki,
onu yeyən adamın xoşuna gəlir. İndividual deyil, bəli. İnsani yanaşma yoxdur. Bəs gələcəyin mütəxəssislərinə, misal üçün bizim gənclərimiz də auditoriyamızda hər zaman çoxluq təşkil edir. Gələcəyin mütəxəssislərinə kommunikasiya strategiyalarına bağlı 3 texniki və 3 yumşaq bacarıqlarla bağlı, yalnız 3 desək, əsas nəyi tövsiyə edərsiniz ki, hazırlıqlı olsunlar? Hansı 3 texnik bacarıq, hansı 3 yumşaq bacarıq mütləq mənimsəməlidirlər ki, gələcəkdə həm risklərin qarşısını alsınlar, həm də inkişaflarını davam etsinlər? Baxın, burada belə bir bölgünü aparmağın açıq tərəfdarı deyiləm ki, bu 3 şeyi bilsəniz, bu 1-3 şeyi bilsəniz və xüsusilə söhbət gələcəkdən gedirsə, bütün zamanlarda dəyişməyən bir faktor var. Yəni, kommunikasiya mütəxəssisinizsə, siz başa düşməlisiniz ki, sizin auditoriyanız kimdir, nə yer, nə içir, ümumiyyətlə onun maraq dairəsindədir. Birinci növbədə istəyir 100 il sonra olsun, istəyir 500 il sonra olsun, siz öz auditoriyanızı tanımalısınız. Onların maraq dairəsini doğru başa düşülməlisiniz. Artıq bunun üçün, bunu eləmək üçün süni intellekt alətləri sizə bu və ya digər formada dəstək ola bilərlər. Bəli, sizin yerinizə analitikanın hansısa bir məqamlarını ortaya çıxarda bilərlər və yaxud sizin istifadə etdiyiniz platformaların özündə olan AI imkanlar, süni intellekt imkanları sizə fayda törədə bilərlər, fayda verə bilərlər və s. və ilaxır. Nəhayətində sizin hədəfiniz bu olmalı. Mən auditoriyamı nə qədər yaxşı tanıyıram və hər gün tanımalısınız. Birinci faktor budur. Digər faktor isə indiyənə qədər mövzu olunan bütün kommunikasiya nəzəriyyələri, hansı ki, bu və ya digər kommunikasiya proseslərini izah edir, onu yaxşı başa düşmək lazımdır. Yaxşı anlamaq lazımdır ki, bu və ya digər prosesin nəticəsi nəyə əsasən olur? Şablon deyə bir şey yoxdur. Üçüncü vacib məqam isə ondan ibarətdir ki, xüsusən kommunikasiya sahəsindəsinizsə, siz süni intellekt və ümumiyyətlə bu sahələ əlaqəli olan bütün məhsulların ən yaxşı istifadəçisi olmalısınız. Yəni, bu üç məqam baş verəcək. Düşünün ki, siz digər ikisi ilə bağlı çox gözəl məlumata sahibsiniz, hər şey qaydasındadır, amma elə də yaxşı istifadəçi deyilsiniz. Bu sizin yaxşı məzmun yaratmağınızı məhdudlaşdıracaq. Bəli, ola bilər ki, insanlar bayaq dediyimiz natural zəkanın özlərini çəksinlər, amma reallıq ondan ibarətdir ki, bəli, piyada gəzmək xeyirlidir. Bunu hamımız bilirik, amma hamımız avtomobildən istifadə edirik. Yəni, bu da bir reallıq. Maraqlı yanaşma oldu. Həqiqətən də biz bilirik ki, piyada gəzmək xeyirlidir, amma avtomobil də, yəni onun da vazgeçmir və onun da öz üstünlükləri var. Bəs indi bəzi peşələri keçirtdim ağlımdan. Düşünürəm, baxın, dizaynerlər, content menecerlər olsun, bu kommunikasiya, misal üçün, belə deyək, proseslərində iştirak edən bir çox ixtisas, belə deyək, peşəkarları var. Onlar gələcəkdə sizcə necə olacaqmı? Misal üçün, baxıram ki, dizaynerlərin bəzi işlərini çox rahatlıqla promptlar görə bilir. Content, düzdür, bugün üçün biraz mexanikləşmiş kontentlərdir, fərqi çox hiss olunur, amma bu bugün üçündür. Bəlkə də bir 5-10 ildən sonra o qədər bilirsiniz, bugün AI-ın da süni intellektin də belə deyək, emosional zəkasını formalaşdırırlar. Hətta ChatGPT-nin belə deyək, yaradıcılarından komanda olaraq bir qərar gəliblər ki, ChatGPT-dən narazıdırlar, çünki o çox xaraktersiz davranır və istənilən təklifi təsdiqləyir. Onun üzərində işləyib, ona bir xarakter formalaşdırmaq üçün müəyyən tapşırıqlar verilibdir ki, insani düşünmək, insani kimliyi hiss etmək öyrənsin və gələcək yaxın 5 il ərzində ChatGPT tamamilə də olmasa, çox böyük qismi hissəsi yəni insanlaşmış kimi düşünəcək və hiss edəcək. Və bu gələcəkdə kontent, belə deyək, mesajlarının yazılmasında da, daha sonra hətta WhatsApp bugün yazışmalarında da görürük ki, avtomatlaşmış cavablar təyin olunur ki, vaxt itirmədən kimsə belə deyək, cavablandırsın, geri dönüş etsin. Bütün bunların hamısını insani davranışlara yaxınlaşdırsalar əgər, bir çox peşələrə, həmçinin də elə insan ictimai əlaqələr üzrə çalışan bir çox insanların da peşəsinə təsir edəcək. Kommunikasiya strategiyalarına düşünərkən, gələcəkdə sizcə hansı peşələr yaranacaq və hansılar yoxa çıxacaq? Əgər süni zəka emosional zəkasını intellektual zəkası kimi genişləndirəcəksə ki, genişləndirməsidir.
Burada belə bir reallıq var. Bütün zamanlarda bu mövcud olan bir şeydir. Proqres baş verir və müəyyən peşələr zamanla aradan qalxır. Ya da ki, hansısa bir dəyişikliklər baş verir. Bu dəyişikliklərə nəzərən müəyyən hansısa bir ixtisas ləğv olunur və onun yerinə yeni bir ixtisas yaranır. Deyək ki, və enerjisindən bağlı. Bu bəşəriyyətin özünün verəcəyi bir qərardır ki, o bununla bağlı necə istifadə edəcək. Yəni Uşaqlarımız dizaynerlik oxusun, indi Səfər bəy nə məsləhət görürsünüz? Dizayner olmaq istəyən uşaq misal üçün gedib onu oxumaq sizcə düzgün yatırımdır? Təbii ki. Baxın, belə deyək də, mən nüvə mövzusuna nəyə görə gəlirəm? Nüvə bir silahdır, nüvə bir prosesdir və bu prosesi iki cür istifadə edə bilər. Ya nüvə bombası düzəldib atarsınız harasa, ya da ki, nüvə elektrik stansiyası yarada bilərsiniz ki, ekoloji cəhətdən daha təmizdir. Amma bunu etmək üçün sizə mütəxəssislər lazımdır. Bu o deməkdir ki, kömürlə işləyən mütəxəssislər reskilling deyirlər də, onlar ixtisaslarını artırmalıdır. Və yaxud da su elektrik stansiyasında işləyən mühəndislər ixtisas artırmalıdır. Yəni, bu proses bu cürə baş verir. Bəlli bir sahədə tələb var və o sahəyə özünü uyğunlaşdıran, reskil eləyən insanlar bunu artacaqlar. Bunun leqal tərəfi var. Deyək ki, birinci leqal tərəfi, yəni hüquqi baxımdan hələ bəlli deyil ki, bu və ya digər formada süni intellektin tətbiqi hansı leqal, hüquqi bazaya əsaslanacaq. Bu bəlli deyil. Sosial media ilə bağlı regulasiyaların aparılması, daha öncə bu istinad edilirdi klassik media üzrə regulasiyalara. İndi yavaş-yavaş bütün dünyada bu istiqamət dəyişməyə başlayır. Bu yenidir, amma sosial media həyatımıza nə vaxt girir? Rahat bir 20 ildir var. Ən azından 20 ildir var. Müəyyən bir çərçivədən sonra, müəyyən bir həddən sonra bu mövzuda regulasiyalar gəlməyə başlayacaq. İndiki halda əgər şirkətlərin üçün çox yaxşı bir CSR ideyadır əslində bu. Reskilling özü də şirkətin bu daxili korporativ sosial məsuliyyətinin tərkib hissəsidir. Əməkdaşları reskil eləmək məsələsi var. Yəni, daha reskil əməkdaşlar şirkətə daha çox fayda verə bilərlər. Bayaq dediyim məsələ, yəni natural, insan əyil dəymiş məhsulun ortaya çıxmasına hər zaman bir tələbat var və bu tələbat zamanla daha da unikal olduğuna görə artacaq. Dizayner olmalıdır, əlbəttə olmalıdır. Yəni, mən bu və ya digər AI resursuna, istər səs funksiyasını yerinə yetirən, istər görüntü ilə bağlı dəstək olan funksiyaya mən yaxşı bir mütəxəssis olmalıyam ki, bu sahəni yaxşı bilməliyim, normal bir prompt yaza bilim. Deyək ki, mən istəyirəm ki, o bir press release yazsın, mən ona üslubumla bağlı məlumat hansı istiqamətdə yazmalıyam deməliyim ki, o bunu eləsin. Eyni zamanda dizayner də orada o sahənin də özünün xüsusi spesifikası var. Kölgələri necə istifadə eləməsi, hansı formada məzmunun üzə çıxartması filan, burada xırda detallar var. Mən çox yaxşı mütəxəssis olmalıyım ki, ona çox yaxşı tapşırıq verə bilim. Eynən tapşırıqları düzgün. İstiqamətdə mən nəsə etməliyəm. O baxımdan, yenə deyirəm, bu 300 milyardlıq bir sənayədən söhbət gedir. İndiki halda ki, yəni bir balon partlayandan sonra ikinci dəfə daha çox böyüyəcək, bu bəllidir. Digər tərəfdən bir neçə mənbədə fərqli statistikalar var. Dünya üzrə 500 milyona yaxın insanın reskil olunması lazımdır. Yəni söhbət mənli, eləcə də başqa birini. 500 milyona yaxın insanın reskil olması lazımdır. 500 milyona yaxın augmented human lazımdır. Yaxın 5 il ərzində. Yəni bu o deməkdir ki, əgər bugün öz üzərinizdə işləyib, gedişata özünüzü uyğunlaşdırmamısınızsa, həqiqətən də bir neçə il sonra siz bazar əhəmiyyətinizi itirirsiniz. Fərqi yoxdur. Bu haqda bəli çox danışılır. Hətta bizdə bir auditoriyamız var idi, hardakı daha çox hiss olundu ki, panika içindədirlər. AI-ın həyatımıza müdaxiləsini daha çox qorxu ilə və təqziblə, dirənclə qarşılayırlar ki, yox, AI bizim üçün faydalı deyil, əksinə tənbəlləşdirəcək, risklərimizi artıracaq.
Biz orada maraqlı bir təlimçimiz maraqlı bir misal gətirdi. Bildirdi ki, mənim yadımda nə görə qalıb? Deyir, hələ də insanlar qidanı soyutmağa və uzun müddətli etməyə ehtiyacı var. Məsəl üçün, buzxanalarda saxlamağa. 100 illər əvvəl biz bunu misal üçün biraz torpağın altında başladıq temperaturunu, misal üçün balansı saxlamağa. Daha sonra xüsusi bir otaqlar yaratdıq ki, orada qida uzun müddətli qalsın. Bu günlərim soyuducudan istifadə edirik. Bu o demək deyil ki, bizim o qidanı soyutmağa ehtiyacımız yoxdur. Ona həmişə ehtiyacımız var. Amma onun belə deyək, alətləri dəyişiblər. Bugün artıq bizim o otaq tikən, temperaturu balansı saxlayan otaq tikənə yox, soyuducunu ya misal üçün istehsal edən bir mütəxəssisə ehtiyacımız var. Amma problem yenə də eyni problemdir və onun həlli yenə də insandan keçir. Və biz bu cür düşünsək, yəni yenə də həmin o dizayna ehtiyac olacaq, kontentə də ehtiyac olacaq. Buna hər zaman ehtiyac var. Brendin şəxsi brendinqdə də olsun, məhsul brendinqdə də olsun. Sadəcə olaraq artıq onu otaq tikən balanslı otaqlar yoxsa ki, soyucu istehsal edən peşəkarlar mı olacaq, onu biz qərar verəcəyik və təbii ki, tələbə uyğun da inkişaf etməliyik. Başqa bir nüans var. Yaxşı oldu siz buna toxundunuz. Yeni peşələr də yaranır. Yəni texnologiyanın dəyişməsi, yeni peşələrin də yaranması. Sanki problemlərimiz eyni qalır, amma onların həlli yolları dəyişir. Yəni ehtiyac və tələbat həmişə qalacaq. Eyni insan tələblərimiz var. Amma onun həll yolları dəyişdikcə ona adaptasiya etməliyik və yenilənmək, öyrənmək üçün açıq olmaq mənə gəlir ki, gələcəyin ən vacib yumşaq bacarıqlarından biridir ki, insan hər zaman özünü, sizin bir sözünüz oldu, sorğulamalıdır. Situasiyanı da, özünü də və mütləq yeniliyə açıq olmalıdır. Biz başqa bir məsələyə məncə mütləq toxunmalıyıq, xüsusən də bu kibergigiyena mövzusu. Buyurun, verin. Baxın, burada fərdilik ya da ki, necə ifadə edirlər, fərdi məlumatların toxunulmazlığı filan, bu nüanslar bu çox önemlidir. İndi gəlin belə danışaq. Siz fərdi məlumatlarınızı, mən fərdi məlumatlarımızın toxunulmazlığından nə qədər əminsiniz? Hal-hazırda. Bəli. Çox böyük. İnsanların elə ən böyük qorxularından da biri budur ki, öz əlimiz qalmadı. Şəxsi heç bir həyatımız yoxdur kimi hiss edirik. Hətta elə düşünürük ki, bizim informasiya qarşımıza çıxır sonra. Bunun günahkarı kimdir? İnsanlar mı? Bəli, biz özümüzük. Reallıq ondan ibarətdir ki, biz bütün informasiyamızı, yəni bu süni intellektin əslində məntiqi nədən pre-trained dediyimiz bir şeydir də, yəni ChatGPT odur, pre-trained modellərdir. Bunlar hardan öyrənirlər? Necə müəyyən edirlər? Məsələn, mən xatırlayıram, bir il yarım bundan qabaq bir konfransda elə süni intellektlə bağlı danışanda bir yoldaş dedi ki, artıq şəffaf rəngdə şərab bakalını göstərə bilirsən. Onu yazırdın əvvəl, prompt onu göstərə bilmirdi. Çünki bu şəkildə nümunə az idi. Yəni demək istədiyim nədir? Deepfake mi deyirsiniz? Okay, bütün datalarımız internetdədir. Şəklimiz var, hal-hazırda internetdəyik. Yerimiz, lokasiyamızla bağlı biz bütün bu məlumatları özümüz könüllü şəkildə müxtəlif resurslara təqdim eləmişik. Başqa cürə də alınmır zaten. Demək ki, bundan sonraki mərhələ artıq bizim bu mövzuda maariflənməyimizlə bağlıdır. Biz bu prosesdən kənarda qala bilmərik. Amma ən yaxşı halda faydalanmağımız üçün birinci şərt maariflənməyimizdir. Yəni biz hansı prosesin içində olduğumuzla bağlı aktiv təəssüratımız olmalıdır. Ona görə bugün siz məndən soruşsanız ki, əgər gizlilik, fərdi məlumatların qovulması hansı səviyyədə olacaq? Mən sizə deyim, biz bütün məlumatları artıq vermişik. Hətta bizdə olmayan məlumatları belə təqdim eləmişik. Bilirsiniz nə xatırladım? Yadıma gəlir ki, 3 illik xatırlayırsınız.
Sən xatırlayırsınız 3 il əvvəl, yoxsa 4 il əvvəl belə bir şaya yayıldı ki, insanlara çiplər yeridiləcək və insanlar haqqında bütün məlumatlar o çiplər vasitəsilə idarə olunacaq və elə bir vəziyyətə gələcək ki, insanlar özləri o çiplərin yeridilməsinə razılıq verəcək. Biz təbii ki, bunun da nonsens ki, baxırdıq ki, belə bir şey mümkün deyil ki, biz özümüz könüllü olaraq öz bütün informasiyalarımızı ötürməyə razı olan çipləri daxil etməyə icazə verək. Və indi siz deyirsiniz, insight oluram ki, əslində dolayısı yolla həmin mərhələyə gəldik, çatdıq ki, biz özümüz könüllü şəkildə o gözə görünməyən sanki çipi yeritmişik özümüzə və bütün bizim location, belə deyim, cari məkanımızdan tutmuş, şəxsi və peşəkar informasiyamızdan tutmuş bütün məlumatlar hardasa, hansı bir bazada necəsə toplanıb da və istifadə olunacaq. Baxın, belə deyək, indi istifadə məsələsinə gəlincə, biz gəlin belə danışaq da, sizin haqqınızda müəyyən bir informasiya əldə etdikdən sonra mən sizin davranışınızı proqnozlaşdıra bilərəm, amma bu belə deyək də, bu intuitiv ola bilər, müəyyən bir, məsələn, deyək ki, sizi tanıdığıma görə deyirəm ki, siz yəqin kitab oxumağı çox sevirsiniz. Mən belə düşünürəm, çünki sizin yanaşmanızı bilirəm, tanışlığımız var, yəni sizin paylaşımlardan filan gələ biləcəyim qənaət budur. Bunu nə qədər sürətlə eləyə bilərəm, bu başqa bir məsələdir. Düşünün ki, sizin bir rəqəmsal ikisiniz var. Yəni, sizin artıq bu görüşdən sonra kofe içəcəksiniz, yoxsa çay içəcəksiniz, bunu siz bilmirsiniz. Artıq o bilir. Yəni, bu dərəcədə biz özümüzlə bağlı məlumatları vermişik. Bunun üçün çip tapmağa ehtiyac yoxdur ki, biz özümüz daxil etmişik. Eynən, biz özümüz könüllü olaraq buna yəni ki, razılıq vermişik və bunun qaçışı yoxdur, siz bildiyiniz kimi bunun qaçışı yoxdur. Bu, yəni ki, sadəcə olaraq bunu düzgün idarə etmək lazım prosesi yəqin ki. Mən istəyirəm, burada 2 komment var, onu da oxuyum. Türkəl İbadov yazıb ki, bildiklərinizi bölüşdüyünüz üçün təşəkkür edirəm. Mən təşəkkür edirəm. Yəni, Asan İnnovativ İnkişaf Mərkəzinin yaratdığı şəraitdir, dostlarımızdır. Kəmalə Gözəlova yazıb, Gizli Fiqurlar filmindəki kimi hesablayıcı xanımlar kompüterlərin istifadəsindən sonra proqramist oldular. Bəli, yeni bir peşə yarandı. Səhv eləmirəmsə, Gizli Fiqurlar bu insanların aya göndərilməsi ilə ya da kosmik raketlə bağlı olan bir film idi. Orada həm də seqregasiya problemi aktivləşdirilirdi. Xanım, yəni o dövrdə bilirsiniz, eyni facility-dən həm ağlar, həm qaralar istifadə edə bilmirdilər. Belə bir ədalətsiz yanaşma var idi Amerikada. Səhv eləmirəmsə, onun bir filmdir. Bəli, yəni yeni bir peşə yaranır. Baxın, müəyyən peşə ləğv oluna bilər. Ola bilər ki, hansısa bir funksiyaya ehtiyac qalmasın. Amma başqa bir funksiyaya da ehtiyac yaranacaq. Biz o peşə öyrənməliyik. Ona görə mən məyus olmağı tövsiyə etmirəm heç kimə. Bəli, qorxulu bir prosesdir. Təbii ki, qorxulu bir prosesdir. Amma dünyada bugün məşhurlaşan bir təhsil istiqaməti var. O lifelong learning dediyimiz həyat. Bəli. Lifelong learning. Ümumiyyətlə, insan nədən qorxur? Səfər mən bilmədiyindən qorxur da həmişə. Qorxu harada yanadır? Naməlumluq hissindən yaranır. Nə qədər çox məlumatlı olsaq, biraz çox qorxacağıq. Hər şey öz əlimizdədir. Baxın, 300 il bundan qabaq da məktəblər eyni idi. NASA-da işləyən riyaziyyatçı xanımlar, bəli Kəmal xanım, mənə elə gəlir ki, biz eyni filmdən danışırıq. Orada qara dərili xanımlar idi. Çox sağ olun, xatırlatdığınız üçün çox qəşəng bir nümunə idi. Yəni orada ilk dəfə IBM kompüterindən istifadə edilmişdi və s. Baxın, 100 il bundan öncə də, 200 il bundan öncə də, 40 il bundan öncə də məktəblər elə həmin məktəblər idi. Yəni biz öyrəşmişik hər şey qəlfinə uyğun getsin. Demək, çox şey dəyişməlidir. Amma bu dəyişiklik bir gündə, bir saatda baş verməyəcək. Amma faktiki bir əmək bazarındasınızsa və bu və digər formada bir dəyər yaradırsınızsa, bazar əhəmiyyətli olmanız üçün bu informasiyalarla, gedişatla bağlı xəbərdar olmalısınız. Mən öz işimi daha yaxşı necə görə bilərəm? Mən necə edə bilərəm ki, kommunikasiya etdiyim auditoriya mənim fikirlərimi daha rahat qəbul eləsin, daha yaxşı qavrasın. Bu texnologiyalar bunun üçündür. Zaten bu texnologiyaların bazar əhəmiyyətli olmasa, onlara investisiya yatırılmaz, onlar yaradılmaz. Bugün biz müəyyən bir ölçüyə qədər bunu pulsuz olaraq görürük, amma o yenə də öyrənir. Onun funksiyası bundan ibarətdir. Sual ondan ibarətdir ki, biz bugün nə öyrənmişik? Məsələn, bu növbəti bir ildə
daha çox bazar əhəmiyyətli bir mütəxəssis olmaq üçün mən dizayner olaraq bu gün nə öyrənmişəm? Ya da ki, mən məzmun yazarı olaraq nə öyrənmişəm? Senarist olaraq nə öyrənmişəm? Bəs Yəni, suala cavab vermək lazım. məzmun demişkən, səbəb alqoritmlərin idarə etdiyi bir dünyada yaşayırıq da. Yəni ki, baxırıq ki, hər yerdə alqoritmlər doğrudan da bizim beynimizi oxuyur kimi düşünür. Hətta bəzən düşünürəm ki, sanki elə bil mən bunu səsləndirməmişdim, sadəcə düşünmüşdüm, qarşıma çıxıb. Bu qədər, bu yaxşıdır, bir tərəfdən yaxşıdır. Çünki mən misal üçün alqoritmlər vasitəsilə özümə inkişaf proqramı hazırlayıram, istifadə etdiyim sosial platformalardan müəyyən alqoritmləri tənzimləyərək davamlı olaraq bilirəm ki, qarşıma misal üçün mənə lazım olan faydalı informasiyalar, mənbələr çıxacaq və yaxud da ki, əksinə. Bəs trendlərin belə deyək inkişafında bu səmimiyyəti qorumaq üçün bu alqoritmlərin belə deyək hakim olduğu bir platformalarda səmimiyyəti qorumaq üçün nə tövsiyə edərsiniz? Biz alqoritm sözündən bəzən qorxuruq. Alqoritm, yəni məsələn, bizim bugünkü ünsiyyətimizdə müəyyən bir alqoritmə əsaslanır. Siz girirsiniz streamlərdə, linki mənimlə paylaşırsınız, mən həmin linkə daxil oluram, səs testi edirik və s. və ilaxır, ondan sonra qoşuluruq, formatımız bəllidir. Bu bir alqoritm. Bu olmalıdır. Bayaqki mövzuya qayıdıram. Bayaq dediniz, bəzən mənim özüm də o barədə fikirləşirdim. Deyirdim ki, keşke məsələn, gedib bugün kofe içsəm yaxşı olar. Və yaxud da ki, nəsə başqa bir şey. Və həmin an sizə bu və ya digər formada bu təklif gətirir. Bu, fərdi olaraq bu məlumatın emal olunması o qədər asan deyil. Bu, daha çox süni intellektin məhsuludur. Yəni, bizim rəqəmsal ikizimiz. O bizə ki, bizim qarşımıza hansı filmi çıxartmalıdır, hansı məqaləni çıxartmalıdır, ya da ki, qida ilə bağlı hansı mövzunu bizim üçün aktuallaşdırmalıdır. Bu rəqəmsal ikiz məsələsidir. Rəqəmsal ikiz böyük şəhərlərdə nəqliyyatın planlanmasında istifadə olunur. Rəqəmsal ikiz sağlamlıq sığorta hadisələrində geniş istifadə olunur. Bu normal bir şeydir. Birisi niyə gedirəm? Misal üçün bizim qarşımıza misal üçün tələbə görə alqoritmlərlə çıxırsa əgər, amma brendin özünün də bir imici var, özünün bir görünüşü var da, misal üçün. Hansı ki, tələblərə uyğunlaşmaqla bərabər özü də bir növ tələb yaratmalıdır. Söz, bu belədir. Sadəcə nüans nədən ibarətdir də, səmimiyyət məsələsini gətirirəm mən də. Biz digər brendlərin, deyək ki, bu içki brendləri ola bilər, restoranlar ola bilər. Biz onların səhifələrini nəyə görə izləyirik? Yəni, adi insanlar nəyə görə onu izləyirlər? Yəni, mənim maraq dairəmdə deyil ki, bu yeni bir məhsul çıxardıb, yoxsa yox. Mən bunun üçün izləmirəm. Mənim maraq dairəm fərqlidir. Mənim həyatımı, məişətimdə tətbiq edəcəyim məlumatlarla məni təchiz edirsə, mən o zaman ona baxıram. Tutaq ki, bir düşünün ki, məsələn də, deyək ki, un satan bir şirkət, un istehsalçısı. Mən onun səhifəsini nəyə görə izləməliyəm? Yəni, səbəb yoxdur axı. Maraqlı olmalıdır mənə və autentik olmalıdır. Bu, təbii hazırlanmalıdır. Okey, təbii hazırlanmaqdan daha çox ola bilər süni intellektlə hazırlansın. Amma mənim təbii ehtiyaclarımı qarşılamalıdır. Mənim həmin anki təbii ehtiyacım da ola bilər ki, vaxtı öldürmək olsun. Mən metrodayım və yaxud da probkadayım. İstəyirəm tez keçdim var. Və yaxud həmin vaxtı mən məlumat almaq istəyirəm. Ümumiyyətlə, dünyada nə baş verir. Və yaxud da ki, mən ümumiyyətlə sualım var beynimdəki, mən bu məhsuliyyətlə niyə almalıyım? Yəni, heç bir istifadəçi oturub demir ki, görəsən bugün şərti kola nə paylaşacaq? Əgər o maraqlıdırsa, mənim qarşıma çıxacaq. Yəni, bu reallıq bundan ibarətdir. Və gəlir o məsələyə ki, autentiklik məsələsinə, bu belə bir nəzəriyyə var, bu gündəmin formalaşması nəzəriyyəsi. Gündəmin formalaşması nəzəriyyəsi ola bilər ki, daha çox rəqəmsal alətlərin fonunda istifadə olunsun. Çünki biz bilgi bombardımanına məruz qalan kanallarımızı açıq saxladığımız zaman bu nəzəriyyənin davamçıları kanallar vasitəsilə bizi bilgi bombardımanına tutacaqlar və bizim üçün həmin günün mövzusu şərti deyirəm, ola bilər ki, Negasakidəki bir uzun illər bundan öncə olan nüvə bombasının atılması ola bilər.
sual ondan ibarətdir ki, biz vaxtlarımızı limitləyə bilirikmi? Yəni bu və ya digər bunu özünüz də test edə bilərsiniz. Məsələn, deyin ki, mən gün ərzində sosial mediaya maksimum 20 dəqiqə vaxt ayıracağam, şərti deyirəm. Və indiki smart cihazlar, bizim telefonlarımız bizim ekran vaxtımızı göstərirlər. O analitikanı özünüz apara bilirsiniz. Bəli. 2 saat vaxt ayıracağam sosial mediaya. Əgər sizin vaxtınız limitlidirsə, siz daha çox seçici davranacaqsınız və onda başa düşəcəksiniz ki, siz daha çox nə maraqlandır. Maraqlı yanaşmadır. Əgər bu vaxtı nəzarət eləməsəniz, bəli, bilgi bombardımanı alacaqsınız, bu bir mənalıdır. Sizin məişətdə tətbiq eləyə biləcəyiniz lazımlı və ya lazımsız informasiyalarla brendlər sizi güllər boran eləyəcəklər və nəhayətdə siz gününüzün böyük bir hissəsini sosial mediada və yaxud da ki, internet üzərində keçirmiş olursunuz. Əldə etdiyiniz şey sıfıra bərabərdir. Yadınızda nələr qalacaq? Yadınızda məhz məişətdə tətbiq eləyə biləcəyiniz, sizi güldürən, vaxtın necə keçdiyini hiss eləmədiyiniz bu tip mesajlar qalacaq. Və brendlər öz kommunikasiyalarını çatdırmaq istədikləri mesajları məhz bu xalata ya da nə bilim bu pərdəyə büküb çatdırmalıdırlar. Yəni biz bizdə avtomobillərin qiyməti ilə bağlı, qiyməti budur ismarıcı istehlakçı üçün maraqlı deyil. İstehlakçı üçün maraqlıdır ki, o bu avtomobillə hara gedə bilər ya da ki, hansı ismarıcı verə bilər əldə etdiyi zaman. Yəni sizin yadınızda bunlar qalacaq. Fərq bundan ibarət. Virtual reallıq haqqında istəyirdim sizin fikrinizi alım. Virtual reallıqda son genişləndirilmiş reallıq, bu VR, AR dediklərimiz. Onlar yaxın gələcəkdə necə dəyişəcək və biz buna hazırıqmı? Virtual reallıq, mən istədim məsələyə kommunikasiya tərəfindən baxım. Bir metaverse boomu oldu bir dövrlər. O boom yatdı. Bilirsiniz, hər şey tətbiq sahəsindən asılıdır da. Deyək ki, əgər sizin istənilən halda bir şeyi toxunub almaqla onu məsafədən görüb barmaq arasında ciddi bir fərq var. Yəni, ola bilər ki, ilkin təəssüratlar üçün virtual reallıq ya da artırılmış virtual reallıq çox yaxşı effekt verə bilər. Tutaq ki, siz böyük məlikənələrin satışında ya da ki, hansısa bir salonların satışında, avtomobillərin satışında, amma bu kifayət qədər bahalı bir texnologiya olduğuna görə daha çox A++ segmenti üçün effekt verə bilər. Bu adi məişətdə bu çox reallığını göstərməyəcək. Oyunlarda, oyun həvəskarlarında. Sizcə o həmişə baha olacaq Səfər bəy? Məncə birazdan heç o qədər baha olmayacaq bu. Əlçatan olacaq. Baha olmayacaq. Keyfiyyət göstəricisi yüksək. Hal-hazırda əldə bugün istifadə olan hansı ki, cəmiyyətə açıq texnologiyalar var. Bunlar zamanla qiymətləri düşəcək. Amma daha keyfiyyətləri də əlçatan olmayacaq. Bu da bir normaldır. Bəs o iclaslara görən xaricə biz, misal üçün 3D, 5D, 7D ilə misal üçün xarici ölkələrə səfər edib iclaslarda iştirak edə bilərikmi ofisimizdə otura-otura? Bu hər şey mümkündür. Hər şey mümkündür. Bu texnologiyanın. Məncə bu çox mümkün olacaq. Yəni, bilirsiniz, bunların hamısı mümkün olan şeylərdir. Yəni, texnologiya o imkanları yaradırsa, ötürücülər ya da semikonduktorlar, yarım ötürücülər bu imkanları yaradırsa, texnologiya buna imkan verirsə, investisiya varsa, bu edilə bilər. Sual ondan ibarətdir ki, kommunikatorlar bundan necə faydalana bilərlər? Bəli. Yəni, kommunikasiya üçün artıq əlavə platformalar yaranmış olacaq. Deyək ki, siz oyunda product placement eləyə bilərsiniz. Şərti olaraq baş verən yığıncaq Asan İnnovativ İnkişaf Mərkəzinin yanında ola bilər. Oradan keçə bilər. Ki, bunu brendlər bu və digər formada şeylərdə istifadə edirlər. Bu naviqasiya sistemlərində istifadə edirlər. Tam o şəkildə də yox. Sadəcə nüans oradan ibarətdir ki, o oyunçu sizin supermarket şəbəkəsinə girib həmən gün endirimləri işlədə bilər. Bugün endirimləri işlədə bilər. Yəni, texnologiya əlavə kanallar yaradır. Sadəcə siz əmin olmalısınız ki, bu kommunikasiyanı elədiyiniz şəxs sizin auditoriyadır.
Yəni o supermarketə girəcək. Və yaxud da onu həqiqətən təlimlər maraqlandırır. O Asan İnnovasiya Mərkəzinin bir gün burada baxın, orada hansısa bir maraqlı bir fiqur gizlənib, o ya da bir nə bilim onu əldə etmək üçün ora girməlidir və s. və axır. Yəni bu kommunikatorlar məsələyə bu sahədən baxmalıdır. Yeni kommunikasiya kanalları yaradır. Amma əgər bunun istifadəçisi deyilsinizsə, məlumatlı deyilsinizsə, sizin bununla bağlı edəcəyiniz bir şey yoxdur. Press-release yayınlayacaqsınız, sosial mediada post edəcəksiniz və televiziyaya müsahibə verəcəksiniz. Okay, bu maraqlı olacaqmı? Çətin məsələdir. Çünki sizin auditoriya oyun oynayır. Şərti televiziyaya baxmır, xəbərlərə baxmır. O oyun oynamaqla məşğul. Deməli siz orada olmalısınız. Kommunikasiya misal üçün belə deyək, tərəfdən baxsaq, siz onun elə bahalı segment olduğu üçün VR və AR-ın gələcəyini kommunikasiyada çox görmürsünüz, elə başa düşdüm. Yox, niyə görmürəm ki? Əgər mənim müştəri segmentim kifayət qədər fərqlidirsə, burada müştəri deyəndə nəyi başa düşürük? Tutaq ki, baxın, mən çox böyük bir, bahalı bir yaşayış kompleksinin satışı ilə məşğulam. Və müştərim dünyanın 11 başında yerləşirsə və onu gətirmək çətindirsə, o bu texnologiya vasitəsilə o ərazi ilə tanış ola bilər. Okay. Amma Xruşovkanın satışı ilə məşğul olmasa bu mümkün olmayacaq, onu demək istəyirəm. Bu arasında böyük bir fərq var. Digər tərəfdən oyun segmentində tətbiqi geniş yayılacaq. Çox geniş yayılacaq. Okay, hər oyunda olacaqmı? Hər keyfiyyətdə də olacaqmı? Deyil. Yenə də deyirəm, bu istifadəçidən, sənin hədəf auditoriyandan və texnologiyanın təsirindən asılıdır. Təsirli nəticələr verəcəksə, nə də olması. Bu artıq product placement-dir. Yəni bir zamanlar product placement-i Azərbaycanda iyrənc formada edirdilər. Bugün bunu keçdiyini görürük. Bu da belə bir proses. Səfər bəy, ənənəvi PR və marketinq məncə artıq bir keçidi başlayıbdır. Yəni ki, artıq ənənəvi PR və marketinq deyə bir anlayış 100% qalmayıbdır, bir keçiddəyik. Amma tam olaraq da gələcəyə də təbii ki, gələcəyə çatmaq olur. Yəni tam olaraq keçidi yekunlaşdırmamışıq və gələcəkdə transformasiya olmuş PR və marketinq belə deyə sahəsində olmazsa olmaz komponentlər nə olacaq? Olmazsa olmaz. Gələcəyin PR marketinqin bunsuz təsəvvür etmək mümkündür və bunların misal 100% olacaq bu transformasiyası dönəmindən sonra. Mən çox üzr istəyirəm. Bizim dostumuz Ağa Rəcəb yazıbdır. Çox önəmli detallara Mən təşəkkür edirəm ki, siz mənə dəstək göstərirsiniz. Arada mövzu o qədər söhbətimiz başınız qarışır ki, mən oxuya bilmirəm. Çox sağ olun, təşəkkür edirəm dəstəyiniz. Mən ilk dəfə öz aramızdanı yayınlayanda qonağımız Orxan Rıza idi. Sanki mən onun qonağı olmuşdum. Çünki o platformadan daha yaxşı istifadə edirdi. Ona görə o tərəfdən bir qalıbdı. Mən görürəm, çox sağ olun. Ağa Rəcəb çox maraqlı işlərin müəllifidir Azərbaycanda. Maraqlı bir məqam var. Kəmalə Gözəlova yazıb ki, SAP proqramı VR-ları artıq bir çox biznes proseslərə uyğunlaşdıraraq testlər aparır. Maraqlı məqamlar var. Okay. Yəni mən bu tərəfini heç düşünməmişdim. SAP proqramı ən böyük sistemlərindən biridir. Onun çoxlu modulları var. Maliyyə, müştəri məmnuniyyəti və s. və ilaxır. VR-ları artıq orada test edirsə, artıq biz başqa bir levelə gəldiyini düşünürük. Çox sağ olun. Və sizin sualınıza gəlincə, bu belə deyək, mən həmişə onun tərəfdarıyam ki, biz səbəblərə qayıtmalıyıq da, yəni fundamental səbəblərə qayıtmalıyıq. Marketinqin evolyusiyasına baxsaq, təkamülünə baxsaq, o zaman etibarən ki, bazarda rəqib var. Və sən daha çox satmaq istəyirsən, daha çox və daha uzun müddətli satmaq istəyirsən, hətta onun son evolutionu dayanıqlı marketinq dediyimiz bir məsələyə gəldi çıxdıqda. Yəni, marketinqin yaranma səbəbi budur. Biz marketinqin kommunikasiya tərəfindən danışırıqsa, bəli, marketinqin kommunikasiyasında ictimaiyyətlə əlaqələr də, onlar demək olar ki, eyni kanallardan istifadə edirlər. Amma funksiyaları fərqlidir. Birinin funksiyası kassada bitməsidir, tez bitməsidir. Yəni, alışın bugün və ya ay ərzində olmasıdır, şərti deyirəm. Digərinin funksiyası isə imiclə bağlıdır, qalıcı olmasıdır, nəticənin qalıcı olmasıdır. Bunlar biri digərini dəstəkləməlidirlər. Eyni kanallarda
kanallardan istifadə edirlər. Yəni biz həmişə düşünürük ki, onlar bir-birindən kəsişir. Ki bu həmişə də belə olacaq. Hər zaman da düşünəcək ki, bu bir-birindən kəsişəcək. Tutaq ki, sosial media kanallarından istifadə edirlər hər ikisi. İstifadə edirlər, televiziyadan istifadə edirlər. Belə bir kanal yoxdur ki, o yalnız marketinqin kanalı olsun və ya yalnız kommunikasiya kanalına söhbət gedir, yalnız ictimai təhlükələrin kanalı olsun. Belə bir kanal yoxdur. Hətta daxili kommunikasiya ilə bağlı konsepsiyalarda da bir mənalı deyilir ki, daxili kommunikasiya. Yəni siz bir məlumat yayımlayırsınız şərti asan xidmətlərin əməkdaşlarına, hamısına. Bu artıq xarici kommunikasiya sayılır. Bir mənalı xarici kommunikasiya sayılır. Ona görə bu məsələ deyil. Plus kanalların qarışması deyək buna, ya da ki, hansı formada istəyirsiniz adlandıraq, eyni kanalların satış kanalları funksiyasında yerinə yetirməsi məsələsi var. Yəni, nəhayətində biz əgər bir kommersiya təşkilatından danışırıqsa, həm PR, həm marketinq kommunikasiyaları yekun nəhayətində biri tez, biri geç da yekunlaşmalıdır. Nəticə orada çıxmalıdır. Əks təqdirdə mənasızdır bu. Yəni, bir nüfuzlu şirkətin nüfuzlu bir şirkət olması, satışların artması və yaxud daha çox deyək, daha təkmilləşmiş alışlarına etməlidir. Uzun müddətli davam edən proseslər olmalıdır. Eyni şəkildə də marketinq kommunikasiyalarında da bu və deyək ki, lokasiyanın inkişafı və yaxud digər məhsulun satışı. Burada amma biz nəticəni daha tez gözləyirik. Yəni, bu bir reallıqdır. O biri tərəfdən isə müasir texnologiyanın bu fəaliyyətlərə tətbiqindən danışa bilərik. Okey, sadaladığımız bir neçə nümunə var idi. Deyək ki, şərti dediyimiz o oyunun içərisində, VR-ın içərisində siz konkret məhsul da yaratmışsınız. Və yaxud da ki, belə bir təəssürat yaratmaq istəyirsinizsə ki, hər yerdə əl çatandır, asan şərti deyir. Məsələn, bu olaraq gəlib asan xidmətdən ala biləcəyimiz sənədi ki, distant da bəzi bir çoxunu almaq olur, amma şərti deyirəm, gəlib əldə etmək istədiyimiz sənəti biz bəlkə həmin oyunda elə oynaya girib əldə edib çıxa da bilərik. Yəni, bu da mümkündür. Bu artıq imiş məsələsidir. Ki, əgər identifikasiya ediriksə oyuncunu, bu artıq başqa bir texnologiyanın tətbiqidir də. Tutaq ki, məsələn, Azərbaycanda identifikasiya, biometrik mövzularda identifikasiya sima ilə həyata keçirilir. Başqa bir biometrik. O baxımdan kanalların qarışması, bir-birinə yaxın fəaliyyət göstərməsi və ümumi genel imicdən söhbət gedirsə, bunlar hamısı bir-birindən əlaqəlidir. Mən düşünmürəm ki, aralarındakı bir cizgi də çox incədir, razıyam sizinlə. Cizgi də çox incədir. Bu da artıq məqsəddən çox şey asılıdır. Məqsədiniz nədir? Məsələn, sizin məqsədiniz ondan ibarətdirsə ki, siz deyəsiniz ki, bizim filiallarımızın sayı çoxdur. Bu başqa bir məsələdir. Sizin məqsədiniz ondan ibarətdir ki, deyəsiniz ki, sırf bu oyunun oyuncuları üçün müəyyən bir segment məhsullarda güzəştlər tətbiq edə bilərik. Bu satış şeydir. Çünki buradan güzəştə əldə etməklə reallıqda və yaxud yenə də həmin yerdə daha ucuz və daha çox məhsul əldə etmək mümkündür. Bu artıq satış məqsədli bir kampaniyadır. Yəni, demək istədiyim odur ki, kanalların qarışması və yaxud da bir-birinə yaxın olması təəssüratı həmişə olacaq. Və bu texnologiyaya o qədər aid deyil. Bizdə bu təəssürat daha çox hardan yaranacaq? Məsələn, deyək ki, sosial mediada daha çox leadin toplanması və s. bu kimi alətlər bir qədər gec tətbiq olundu. Ona görə biz sosial mediaya daha çox kommunikasiya aləti kimi baxırdıq. Satış aləti kimi baxa bilmirdik. Yəni, orada PR-ın və marketinqin kommunikasiyası, o satış aləti kimi baxa bilmirdik. Amma artıq uzun illərdir ki,
satışın onun üzərindən aparılması mümkündür. Müxtəlif əlavə sistemlərə bağlanaraq oradan data transferi, lead toplanması, lead emalı prosesinin aparılması mümkündür. Məsələn, müştəri xidmətlərinin oradan idarə edilməsi mümkündür və bunsuz artıq şirkətləri təsəvvür etmək mümkün deyil. Bu günlərin həddindən çox botlar yaradılıbdır. Səfər bəy, bu satışda da çox istifadə olunur, müştəri xidmətlərində istifadə olunur, bu cür kommunikasiya alətlərindən. Demək olar ki, artıq çağrı mərkəzlərində insanlar belə deyək, robotlarla əvəz edilib. Robot edib hal-hazırda botlarla, gələcəkdə bu robot düşünülür. Hazır cavab verən, avtomatik cavablandıran, misal üçün botlarımız var ki, vətəndaşlarla, hətta müştərilərlə kommunikasiya keçir. Bəli, bu vaxt qazandırır, razıyam bu kommunikasiya. Amma siz bunun tərəfdarısınızmı ki, insanlarla satışda əməkdaşlıq etmək üçün botlardan istifadə olunsun və yaxud da ki, məmnuniyyət artırmaq üçün botlardan istifadə olunur. Bu zaman qazandıra bilər, bəzi texniki məlumatları ötürməkdə yaxşıdır. Şəxsən mən bir müştəri kimi, vətəndaş kimi bəzi sorğularımı, geri dönüşünü, məsəl üçün botlarla alanda hiss edirəm ki, mənimlə robot danışır, belə deyək, məndə qıcıq yaradır. Və mən düşünürəm ki, kommunikasiya, belə deyək, prosesində bu texnoloji alət bugün üçün mənə bir vətəndaş kimi və müştəri kimi, qarşı tərəf kimi baxanda xoş deyil. Bunu siz nəzərləndirirsiniz? Məsəl üçün, mən bir müştəri olaraq xoşlamıram ki, mənə geri dönüşü bot etsin. Mən öz problemi danışıram, geri dönüş almaq istəyirəm, insani münasibət istəyirəm, amma mənə bir bot cavab verir. Biz bayaqki bəhsdə bunu da öyrəşəcəyik biz gələcəkdə. Məsəl üçün, yox, biz bunun daha çox həsrət. Həmişə insanlara ehtiyac var, həmişə ünsiyyətə ehtiyac var. Nə qədər dəyişməliyik ki, mən o qədər dəyişmək istəmirəm ki, robotlaşam və mexaniki cavablara da adi yanaşa biləm. Amma siz deyirsiniz ki, uyğunlaşacağıq. Mənim bir bacım oğlu var, yəni bizim dövrümüzdəki internet dial-up idi, yəni düyməni basırdın, gedirdin, falan süzürdün, gələndə görürdün ki, INS-DX saytı yarıya qədər belə açılmaq istəyir, nəsə orada bir şey vardı, yəni. Və böyle bir mövzuda söhbət edirdin ki, dinozavrlarda görmüş olarsan sən, yəni həqiqətən özünü çox belə. Çox sevməydik. Yəni, baxın, biz buna alışmışıq. Biz bu ana qədər biz öyrəşirdik ki, zəng eləyirik, orada çağrı mərkəzinə düşürük, orada bir yəni səbirli, təmkinli bir xanım və yaxud bəy bizim İnsani münasibət istəyirik də, insani davranış istəyirik, amma robotlar bizi şəxsən qıcıqlandırır bəzən. Və bu sizi qıcıqlandırması normaldır, çünki siz bunu istəyirsiniz. Amma yəni bayaq o nümunəni nəyə görə çəkdim? Biz texnologiyanın dövründə yaşayırıq. Yəni texnologiya bizim dövrdə yaşamır. Biz texnologiyanın dövründə yaşayırıq. Və bu tutaq ki, alfa nəsli artıq tamam fərqli olacaq. Bəlkə sizin kimi düşünməyəcək. Amma ortada həmin o çağrı mərkəzində çalışan insanla danışmaq üçün sizin bir premium paketiniz olacaq. Mən əla. Yəni mən düşünürəm ki, hələ ki dadını çıxardın. Hələ ki pulsuzlu dadını çıxardın. Orqanik məhsulda vurguladığınız orqanik məhsullar seviyesində olacaq. Bəli. Bir də Gülbəniz Hüseynli yazıbdı. Bu arada bilirəm ki, mən də sizi qıcıqlandırmıram ki, kommentləri oxuyuram. Estağfurullah, əksiniz mən dəstək olursunuz. Deməli, Gülbəniz xanım, çox sağ olun Gülbəniz xanım. Sualı ondan ibarətdir ki, gələcəkdə PR-ın fəaliyyəti necə tənzimlənəcək? Klassik PR anlayışı daha çox data plus AI plus PR formatında uyğunlaşa biləcəkmi? Xüsusilə böhran vəziyyətlərini idarə edə bilmək bacarığı nə qədər önəmli olacaq? Klassik tənzimlənən bir sahə deyil ümumiyyətlə, yəni harası bir regulyasiyası yoxdur. Amma genel olaraq bir mövzu haqqında danışanda biz təxmini prosesləri başa düşürük və deyirik ki, bu təxmini belə baş verir. Data AI PR formatı sözsüz ki, bir dəfə elə Asan Xidmətinin təşkil etdiyi forumda da mən onu demişdim. Pulun üzərinə, Amerikan dollarının üzərinə yazılır In God We Trust. Artıq o dəyişib. In Data We Trust. Yəni data qərar verir. Data qərar vermə prosesində əhəmiyyətli rol oynayır. Yəni, okey,
Data reallığa baxsaq, dataya əsaslansaq, bu datanın toplanması, emal olunması ya da ki onun sərgilənməsi ya da buna vizuallaşdırma deyək, bunlar özü də ayrı bir sahədir. Əgər bugünkü data toplanması və bundan irəli gələn proseslər olmasaydı, süni intellekt növbəti bir mərhələyə çata bilməzdi. Yəni biz bunu gəlin bir mənalı qəbul eləyək. Ona görə bu gün bütün dövlətlər öz data mərkəzlərini yaradılar. Dövlətlər ayrıca dövlətə məxsus data mərkəzləri yaradılar. Bizdə də bu proses gedir. Data çox önəmli bir şeydir. Bayaq dediyi, biz öz əlimizlə bütün informasiyanımızı vermişik hamıya. Bizə çip taxmağa ehtiyac belə qalmır. Okey. Və bunun regulasiya edən məlumatlar da biraz tam aydın deyil bəzi məqamlarda. Müəyyən şeylər bəllidir, amma müəyyən olmayan şeylər də var. Məsələn, mən bilmirəm, məni proqnozlaşdırmaq ixtiyarı vermişəm mən ona, yoxsa yox. Okey, yəni söhbət yerdən gedir. Ona görə bəli, ictimaiyyətlə əlaqələr müəyyən dataların nəticəsi olaraq çıxacaq ortaya, yəni ictimaiyyətlə əlaqələr fəaliyyəti o dataların nəticəsi olaraq ortaya çıxacaq. Amma burada önəmli məsələ nədir? Biz həm ictimaiyyət, həm data ilə tanımalıyıq. Həm də o ictimaiyyətin müəyyən belə deyək də yanaşmasını da doğru başa düşməliyik. Şərti deyirəm, biz 20 il bundan öncə bir sorğu sifariş vermişdik və insanlara sual verirlər ki, siz paltarları hardan alırsınız? Onlar deyirlər ki, filan baxalı mağazaların adını çəkirlər. Bəs cəmaət hardan alır? Hamı sədərəkdən binədən alır. Okay. Hamı sədərəkdən binədən alırsa, amma siz oradan almırsınızsa, sizi xüsusi edən nədir? Yəni demək istədiyim nədir? İnsanlar dataya verdikləri, sizin sorğuları cavabladıqları zaman yalan danışmağa meyillidirlər. Çünki orada fərdi reputasiyalar söhbət. Amma davranışları ən dəqiq məlumatdır. Yəni bugün ictimai formatda təsdiqlədiyim bir informasiyanı əgər mən Aytən xanıma mesajımda inkar edirəmsə, doğru olan hansıdır? Doğru olan yəqin ki, mənim fərdi olaraq davranışımdır da, yəni bu davranışımdır yəqin ki, daha doğrudur. Və bunların arasındakı bir inkonsistensisi var. Ona görə siz hansı dataya əsaslanacaqsınız, o datanın məcralarını necə müəyyən edəcəksiniz? Bəli, burada əhəmiyyətli rol oynayır. Onun üçün də ChatGPT-nin datası çox dəyərlidir. İnsanlar onlar çox açıq və səmimidirlər. ChatGPT dediyimiz bu promptlar hansılarına ki biz sizcə deyirlər. Məncə onlar elə ən etibarlı data elə orada yığılır. Biraz açıq tərəddüd edirəm buna. Məsələn, xüsusilə böhran vəziyyətlərinin idarə edilmə bir bacarığı. Böhran vəziyyətlərinin idarə olunması, bu və digər təşkilatda böhran situasiyası yarananda, əlbəttə göz önünə həmişə o silahın önünə düzürlər, həmişə kommunikasiyaya məsul olan şəxsləri, şirkətlərdə bir böhran mədəniyyəti, böhran idarə etmə strukturu olmalıdır. Böhran kommunikasiyası həmin böhran idarə etmə strukturunun bir komponentidir, kommunikasiya komponentidir. Bacarıq nə qədər önəmli olacaq? Çox önəmli olacaq. Məsələn, bugün şərti X, Y, Z şirkətinin CEO-su adından yayımlanacaq deepfake ilə bağlı edə biləcəyiniz davranış planınız varmı? Bu çox bəsit sualdır. Yəni, nə edə bilərik? Nələr edə bilərik ki, bu o deyil, bu deepfake-dir. Ya da ki, dərc olunan hansısa bir informasiyanın əsaslandıracaq, onu təkzib edəcək mexanizminiz varmı? Və yaxud da ki, bununla bağlı refleksləriniz formalaşıbmı təşkilat olaraq? Yəni, sizin cavab vermə gücünüz nə qədərdir ortalama? 10 dəqiqə içərisindədir, yoxsa saatlar çəkə bilər? Yəni, demək istədiyim nədir? Öncə mexanizmləriniz olmalıdır. Bu, AI dövrüdür deyə yox, bu həmişə olmalıdır. Əlbəttə ki, bayaqki mövzuya qayıdırıq. Bu istiqamətdə peşəkar olan insanlar, özünü yetişdirmiş augmented humanlarınız olduğu zaman, yəni reskill olmuş mütəxəssisləriniz varsa, əlbəttə böhran vəziyyətlərində
böhran kommunikasiyalarının, böhran vəziyyətlərinin kommunikasiyasında daha uğurlu olacaqsınız. Əgər deyilsə, çox çətin olacaq. Və yəni siz qərar verənə qədər çayı üzüb keçəcəklər. Ona görə bəli, çox önəmlidir. Maraqlı. Səfər bəy, səsiniz elə bir biraz getdi. Eşidə bilirsiniz mən Səfər bəy? Mən sizi Yox, eşidirəm. son cümlənizdə səsiniz kəsildi. Yəni sual ondan ibarətdir ki, böhran vəziyyətini idarə edə bilmək bacarığı nə qədər önəmli ola bilər? Kritik önəmlidir. Yəni digər fəaliyyətlərdə nə qədərsə, burada daha kritikdir. Səbəb odur ki, Deepfake-lərdən deyirik. Deepfake-ləri ancaq hüquqi yolla tənzimləmək mümkün deyilmi? Yəni ki, onu biz necə başqa cür tənzimləyəcəyik? Mənə elə gəlir ki, çox sərt hüquqi tənzimlənmə formalaşsa, yəni ki, qanunla cəzalandırılmağa tətbiq edilsə, yavaş indi hələ tam olaraq işləmirdi, amma başqa bunun bəlkə də peşəkarı deyilik. Yəni bu deepfake-lərin qarşısını almaq deyirsiniz, misal üçün bir şirkətin CEO-su və ya da bir şirkətin bir müştəri şəklində misal üçün şikayət edir hər hansı bir şirkətin fəaliyyətindən və ya da xidmətindən və ya da məhsulundan. Belə bir hətta mən sizə deyim, bu Halloween yanması ilə bağlı xatırlayırsınız, belə bir böyük ajotaj yaranmışdı ki, Halloween yanır. O belə yəni ki, deepfake imiş. Bu kimi ciddi informasiyanın yanlış yayılmasının məsuliyyətini məsuliyyət tərəfi ikinci tərəfdir. Təbii ki, bu konkret olaraq insanlar tərəfindən bu necə kontrol edilə bilər? Məsələn, o cür yanğınların yalan olduğunu biz çox sonra bildik. Uzun müddət stres keçirildi. Misal üçün oradaydı, xaricdəydi. Bunun yalan olması artısa bəlkə də bir neçə həftədən sonra müəyyən olundu ki, bu siz demə misal üçün AI alətiymiş. Bunun məsuliyyəti necə cəlb olunur, necə tənzimlənir ki, gələcəkdə yəqin ki, ancaq bu yolla olacaq ki, hüquqi tərəfdən qayda qanun işləyəcək. İndi yeni mərhələdəyik deyə tam olaraq regulasiya edilmir. Başqa? Regulasiya edilmir. Mən biraz o mövzuda razı deyiləm sizinlə, icazə verin, razılaşmayayım. Dezinformasiyanın yayılması, bu və ya digər təşkilatın imicinə zərər olunması, ictimai çaşqınlığın yaradılması, ictimai asayişin pozulması, bunlarla bağlı tonlarla müddəalar, indi mən hüquqşünas deyiləm, düşünürəm ki, bu baxan hüquqşünaslar saysalar en sayda çıxarda bilər. Deyək ki, dövlət əmlakına zərərin yetirilməsi ya da ki... Yayla da bağlı Yox, məsələ burasındadır ki, bunu tətbiq edən insan bunu bir postla, sadə bir yazı ilə də edə bilər, deepfake ilə də edə bilər. Nəhayətində nəticə eyni nəticədirsə, buna qarşı işləyən mexanizmlər var. Hal-hazırda mövcuddur. Təbii ki, mənim dediyim başqa bir şeydir regulasiya baxımından. Yəni, tutaq ki, biz influencerlarla bağlı Azərbaycanda yeni tətbiq olunmağa başladı bu qanun ki, onlar vövnlərini yazmalılar və s. və ilaxır. Amma yeni başladı. Yeni başladı. Düşünürəm ki, bu prosesin özü də sürətli getdiyinə görə bu mövzuda da sürətli gedəcək. Hansısa bir öhdəlik tələb olunacaq ki, bunun AI ilə edildiyini deməlisən və ya AI komponentindən istifadə etdiyini deməlisən. Amma bunun özü də çətindir. Mən bilmirəm, mənim əlimdəki bu telefon ayın şəklini çəkəndə, yaxınlaşdıranda AI-dan istifadə elədimi, yoxsa yox? Mən onu bilmirəm. İzah edə bildimmi? Yəni, bu tərəfi var. Amma başqa bir tərəfi, bu və ya digər platformanın özünün qoyduğu bir öhdəlik ki, bu AI-dan istifadə olunaraq yaradıldığını bildirməlisən. Amma bunu da mən qoyuram bir kənara. Yəni, məsuliyyət tərəfi əlbəttə vacibdir, amma birinci dərəcəli önəm daşımır. Burada önəm daşınan reaksiya vermək, reflekslərin işlənmiş olmasıdır. Okey, şərti deyirəm, X şirkəti, X deyəndə hamı Twitter'da nəzərdə tutmam, by the way. Yəni, X şirkətinin CEO-sunun deepfake videosunun yayımlanması ya da hansısa bir səlahiyyətli şəxsin deepfake
şəklində edilməsi, ya da ki, atıram meşənin yanğını edilməsini reaksiya verə biləcək məsul təşkilatlar var da. Tutaq bu CEO-dursa onun komandası var, ya da ki, bir ərazidirsə o ərazidən məsul olan şəxslər var. Nə bilim, tutaq ki, Amerikadırsa, nə bilim, Amerikanın Fövqəladə Hallar Nazirliyi şərti deyirəm də. Yəni bu insanların reaksiya vermək mexanizmi necədir? Oradan gedir söhbət. Yəni kanallarınız nə dərəcədə rəsmidir? Və yaxud da insanlar bu kanalların rəsmi olduğunu bilirlərmi? Reallıq bundan ibarətdir ki, siz bunun qarşısını ala bilərsiniz. Baxın, sıfırlaya bilməzsiniz. Amma doğru olmadığını elə deyə bilərsiniz ki, insanlar inansınlar. Kommunikasiyada bir reallıq var. Nəyə inanırlarsa doğru odur. Bitti. Bu dünya bəşəriyyətində bəşər evladının min illərdir etdiyi bir şeydir. Deyək ki, əgər biz bütün dinlərə inansaq, Tanrı ilə görüşən, yaxından tanış olan, yəqin ki, barmaq sayda insan tanıyarıq. Elə deyilmi? Maraqlı. Tanrının səsini mi eşidən, ya da ki, hansısa bir formada ondan ünsiyyət olan, barmaq sayda insan tanıyarıq. Adını bilirik o insanların. Amma biz görmədiyimiz, bilmədiyimiz şeylərə inanmaqda davam edirik. Çünki inandırmaq başqa bir sənətdir. İnandırmaq PR-ın öz-özlüyündə tərkib hissəsidir. Ümumiyyətlə, bütün zamanlarda insanları sizin ideyalar ətrafında toplaşmaq, sizi davam etdirmək və ya sizin fikirlərinizi dəstəklənməsi üçün 3 yol olubdur həmişə. Biri qorxutmaqdır, ikincisi satın almaq, üçüncüsü də inandırmaqdır. Hamı qorxmayacaq, bu bir mənalıdır. Hamının satın ala bilməzsiniz. Nə o qədər pulunuz yoxdur, nə elə insanlar var ki, onlar ideyalarını heç bir bəli, prinsiplər var. Üçüncü, inandırmaq. İnandırmaq çətindir, amma dayanıqlıdır. Daha uzun. Əgər bir kommunikasiya baş verərsə, kommunikasiya bazında bir böhran baş verərsə, burada böhranın özündən daha çox ona reaksiyalar, reaksiyası çox vacibdir. Hazır olması lazımdır. Burada təbii ki, öz-özünə baş vermir. Mütəxəssislərinizdən asılı. Məsələn, sizin faktiki olaraq istifadə etdiyiniz kommunikasiya kanalları nə qədər aktualdır insanlar üçün. Yəni, ola bilər ki, siz müəyyən bir kanaldan istifadə edirsiniz. Bu sizin rəsmi kanalınız, amma insanların vecinə də deyil. İnsanlar bu barədə məlumat verir. Məsəl üçün deyirəm, yəni, bu hazırdırmı? Bu hazırlıq mərhələsini arxada qoymuşsunuz. Yəni, buradan gedir məsələ. Məsuliyyət təbii ki, ikinci dərəcəlidir. Yəni, heç bir şirkət bir axtarış tədbir eləyə bilməz ki, gedin bu deepfake yaradanı tutun da. Bununla artıq var. Onlar qərar verirlər ki, hansı proses baş verib. Sizin refleksləriniz burada çox önəmlidir. Mən ilk mərhələyə fokuslandım ki, biz necə eləyək ki, bu böhranın qarşısını alaq, amma siz doğru vurğuladınız ki, böhran qaçılmazdır. Yəni, həmişə biz böhranla qarşılaşa bilərək, sonra verdiyimiz reaksiyanın hazırlıqlığı çox önəmlidir. Və düşünürəm ki, burada da texnoloji alətlər inkişaf etdikcə yerində müdaxilə etmək üçün necə ki, bir çox şeylərdə operativlik qazanırıq. Burada da bir irəliləyiş olacaq. İnsan təxəyyülü bəzən fikirləşirəm ki, biz 10 il əvvəl hansı bir filmə baxanda, uçan maşınları görəndə və yaxud da ki, virtual görüşləri görəndə bizim üçün bu çox qeyri-mümkün kimi gəlirdisə, bu günlərim artıq reallıqdır ki, biz virtual olaraq görüşürük, danışırıq və əminəm ki, gələcəkdə də kommunikasiyamızda bizim heç təxəyyülümüzə sığmayacaq, yeniliklər olacaq. Ümid edirəm ki, biz onu görəcəyik. Görməsək də uşaqlarımız, evladlarımız gələcək nəsil görəcək. Çox yaxın gələcəkdir deyə ümid edirəm. İnanıram, hətta inanıram ki, çox yaxın gələcəkdə bəlkə də köklü bir dəyişiklik olacaq kommunikasiya alətlərində və pozitiv düşünmək istəyirəm. İstənilən halda bütün dəyişikliklər ilkin mərhələdə qorxulu gələ bilər, çünki dəyişiklik yenilikdir, yenilik isə naməlumluqdur.
biraz informasiya qıtlığından biz daha çox gərgin özümüzü hiss edirik. Amma maksimum öz üzərimizdə işlədikcə, necə ki siz daha öncə vurğuladınız, məlumatlı olduqca, inkişaf etdikcə, davamlı şəkildə öyrəndikcə istənilən dəyişiklikləri bir challenge çevirə bilərik, bir uğura çevirə bilərik. Həmçinin də PR və kommunikasiya daxil. Sizin bu dəyərli vaxtınızı Səfər bəy həm iş saatına təsadüf etdi, həm nahar vaxtına təsadüf etdi. Siz bizə ayırdığınız üçün mən sizə təşəkkür edirəm. Siz çox maraqlı həmsöhbətsiniz. Sizinlə bizim dəfələrlə görüşlərimiz olub və 2 saat belə heç baxıram ki, kifayət eləmir ki, sizin maraqlı, dərin düşüncələrinizi tam olaraq çatdıra bilək. İnşallah ki, ümid edirəm növbəti mövzularımızda, görüşlərimizdə sizinlə təkrar bir araya gəlmək imkanımız olar. Sizə təşəkkür etmək istəyirəm vaxtınız üçün, paylaşımlarınız üçün. İştirakçılarımıza da həmçinin bildirmək istəyirəm ki, rəy hissəsində bizə öz fikirlərini bildirsinlər, həmçinin təkliflərini bildirsinlər. Gələcəkdə hansı mövzuları LinkedIn üzərində müzakirə etmək, hansı ekspertləri görmək olar üçün maraqlı olar ki, biz də o, belə deyək, informasiyanı filtr edib daha faydalı kontentlər hazırlaya bilək. Təkrar sizə çox sağ ol deyirəm Səfər bəy. Vaxtınız üçün də, dəyərləriniz üçün də. Mən də təşəkkür edirəm sizə, qoşulanlara və baxanlara hamıya təşəkkür edirəm. Yeni layihədə də uğurlar arzulayıram sizə və komandanıza. Əminəm ki, daha maraqlı mütəxəssislər olacaq. Hər kəs fərqlidir. Hər kəsin çox özəl fikirləri var və siz də çox individualsınız. Məlumat paylaşımı, bilgi paylaşımı, bunlar dəyərli bir hadisələrdir, dəyərli bir fəaliyyətdir. Mən düşünürəm ki, bu çox önəmlidir. Mən də öz növbəmdə dostlarımıza və siz də bizim dostumuzda hər zaman dəstək olmağa hazıram. İnanıram ki, bu layihənin növbəti buraxılışları bundan daha maraqlı olacaq. Bu Asan İnnovativ İnkişaf Mərkəzinin hər növbəti layihəsi əvvəlkindən daha maraqlı oldu. Siz də bütün layihələrimizdə olduğunuz kimi, həm bu yeni layihəmizdə, həm gələcək yeni layihələrimizdə hər zaman sizi aramızda görməkdən çox məmnunuq Səfər bəy. Çox sağ olun, təkrar bildirirəm və izləyicilərimizə də vaxtlarını ayırıb qoşulduqları üçün, öz fikirlərini bildirdikləri üçün, sual-cavabda aktiv olduqları üçün təşəkkür edirəm. Səhifəni izləmədə qalan LinkedIn səhifəmizdə mütləq postlar yenilənir və gələcək görüşlərimiz, gələcək mövzularımız haqqında məlumatlar əldə etmək istəyirsinizsə, təkcə LinkedIn deyil, Instagram, Facebook üzərindən də bizim səhifəmiz hər zaman yenilənməkdədir. İnkişafda qalın. İnşallah gələn görüşlərimizdə görüşənədək. Təşəkkür ederim. Sağ olun. Çox sağ olun.